Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Hazırda Azərbaycan əhalisinin 2.414.000-dən çoxunu qadınlar təşkil edir. Eyni zamanda işçi qüvvəsində qadınların sayı 2 milyon nəfərdən artıqdır. Bununla belə, qadınların orta aylıq əmək haqqı kişilərin orta aylıq əmək haqqının təxminən 69,1%-nə bərabərdir. Oxu 24com xəbər verir ki, bunu Bakı Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, beynəlxalq praktikada bu göstərici adətən 77-80% arasında dəyişir. Avropa İttifaqına üzv bir çox ölkələrdə isə 80%-dən yüksəkdir. Bunun müəyyən obyektiv səbəbləri mövcuddur. Belə ki, qadınların ən çox çalışdığı sahə təhsil sektorudur. Əmək müqaviləsi ilə çalışan qadınların 242.000-dən çoxu məhz bu sektorda fəaliyyət göstərir ki, bu da muzlu qadın işçilərin 33,6%-nin təhsil sahəsində çalışması deməkdir. Vüqar Bayramov hesab edir ki, qadınların iqtisadi güclənməsi onların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsini tələb edir. Bu baxımdan məqsədə uyğun olardı ki, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən təqdim olunan güzəştli kreditlərdə qadın sahibkarların maliyyələşdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilsin. Hazırda fondun ayırdığı kreditlərdə qadın sahibkarların payı hələ də aşağı səviyyədədir. Bu istiqamətdə xüsusi prioritetlərin müəyyən edilməsi onların maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Digər mühüm məsələ pensiya təminatı ilə bağlıdır. Qadınlarla kişilər arasında əmək haqqı fərqi mövcud olduğu müddətdə yaşa görə əmək pensiyası hesablanarkən qadınların pensiya kapitalına əlavə əmsalların tətbiqi imkanları nəzərdən keçirilə bilər. Bir sıra inkişaf etməkdə olan ölkələrdə istifadə olunan bu təcrübə qadınların gələcək pensiya təminatının yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda pensiya yaşı ilə bağlı güzəştlərə yenidən baxılması yalnız yaş meyarı deyil, həm də sosial və keyfiyyət göstəricilərinin nəzərə alınması məqsədə uyğun olardı. Xüsusilə tək qadınların daha erkən pensiyaya çıxmaq hüququnun qanunvericilikdə ayrıca meyar kimi təsbit edilməsi müzakirə oluna bilər. Azərbaycan qazı növbəti 100 ildə də dünyanın diqqətində olacaq. Xəbər verdiyimiz kimi, Bakıda öz işinə başlayan 31-ci Bakı Enerji Forum, onun rəsmi açılış mərasimi növbəti dəfə qlobal enerji xəritəsində Azərbaycanın strateji rolunu ön plana çıxarıb. Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin enerji potensialı ilə bağlı mühüm bəyanatlarla çıxış edib. Dövlət başçısı xüsusilə vurğulayıb ki, Azərbaycanın mövcud qaz ehtiyatları ən azı növbəti 100 il ərzində həm ölkənin, həm də tərəfdaşlarının tələbatını ödəməyə kifayət edəcək. Prezidentin qeyd etdiyi bu strateji hədəflər və ölkəmizin real qaz potensialının iqtisadi geoloji mənzərəsini Oxu 24com şərh edən Milli Məclisin deputatı, tanınmış iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycan təbii qaz ehtiyatlarına görə dünyada öndə olan ölkələrdən biridir. Deputat bildirib ki, bəzi beynəlxalq şirkətlərin qiymətləndirmələrinə görə, təbii qaz ehtiyatlarına görə Azərbaycan dünyada ilk 12-likdə bərqərar olub. Kəşf olunan təbii qaz ehtiyatlarına görə isə ölkəmiz ilk 17-likdə qərarlaşıb. Bayramov rəsmi rəqəmlər arasındakı fərqlərə toxunaraq qeyd edib. Bununla bağlı fərqli rəqəmlər var. Azərbaycanın təbii qaz ehtiyatlarının 2,5 trilyon kubmetrdən artıq olduğunu bildirir. Amerika Birləşmiş Ştatlarının Enerji İnformasiya İdarəsi 2 trilyon kubmetrdən artıq olduğunu bəyan edib. Amma müstəqil qiymətləndirmələr göstərir ki, təxminən Azərbaycanda kəşf olunmuş ehtiyatlar 3 trilyon kubmetrə yaxındır. Bu da növbəti 100 ildə Azərbaycanı və təbii ki, Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələri qazla təmin edilməsinə imkan yaradır. İxrac coğrafiyasının genişlənməsi məsələsinə toxunan millət vəkili hazırda bu istiqamətdə çox dinamik bir prosesin getdiyini vurğulayıb. Sözsüz coğrafiya, ixrac coğrafiyası genişlənir. Artıq 16 ölkəyə Azərbaycan təbii qaz nəql edilir. Onlardan 12-si Avropa İttifaqının üzvü olan ölkədir. Və eyni zamanda son illər Azərbaycan Avropaya 57 milyard kubmetrdən artıq qaz nəql edib. Ekspertin sözlərinə görə, Azərbaycan qazına maraq göstərən yeni ölkələrin sayı durmadan artır. Bir sıra ölkələr Azərbaycanın təbii qazını almaqda maraqlı olduqlarını bəyan ediblər. Bununla bağlı danışıqlar gedir.
O cümlədən Çexiya Respublikası ilə bu istiqamətdə danışıqlar aparılır. Ona görə gözlənti ondan ibarətdir ki, bu Azərbaycanın qaz ixrac coğrafiyasının genişlənməsinə və növbəti dövrlərdə daha çox ölkələrin Azərbaycan təbii qazından istifadəsinə imkan yaradacaq. Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz regionuna yönəlik xarici siyasət kursunda dinamika kəskin şəkildə artmaqdadır və Vaşinqton rəsmi Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanması üçün son hazırlıq mərhələsinə start verib. Bu kontekstdə ABA dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun Azərbaycana reallaşan və iyunun 3-dək davam edən rəsmi səfəri müstəsna əhəmiyyət kəsb edir. Ağ Evin bu yüksək rütbəli diplomatik gedişi birbaşa Prezident Donald Trump administrasiyasının Cənubi Qafqaza regional maraqlarının pik həddə çatmasının bariz göstəricisidir. Təsadüfi deyil ki, ABŞ-nin dövlət katibi Marco Rubio'nun mayın 27-də Ermənistana etdiyi strateji səfərdən dərhal sonra öz köməkçisini Bakıya göndərməsi Vaşinqtonun regionda balansı qorumaq və geoiqtisadi potensialı tam nəzarətə götürmək niyyətindən xəbər verir. Azərbaycanla Ermənistan arasında delimitasiya və sülh mühitinin formalaşması regionda Transxəzər və Orta Dəhliz kimi çoxşaxəli enerji və nəqliyyat ticarət marşrutlarının təhlükəsizliyi üçün yeni pəncərə açır. Eyni zamanda ABA lideri Donald Trump'ın Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı rəsmi məktubda Bakı ilə İrəvan arasında məhz iyunda sülh danışıqlarının növbəti raundunu səbirsizliklə gözlədiyini xüsusi vurğulaması Vaşinqtonun Ermənistandakı 7 iyun taleyüklü seçkilərindən dərhal sonranı hədəf seçdiyini və Cənubi Qafqazda Kremlin mövqelərini tamamilə sıradan çıxarmaq üçün hərəkətə keçdiyini sübut edir. Məsələ ilə bağlı No Comment azza danışan professor Qabil Hüseynli qeyd edib ki, Ağ Evin Xarici Siyasət İdarəsinin rəhbəri Marco Rubio'nun İrəvan səfərinin ardınca Kaleb Orrun Bakıda mühüm enerji və logistika müzakirələri aparması ABŞ-nin regiona böyük kapital və siyasi təhlükəsizlik paketi ilə daxil olduğunu göstərir. Donald Trump administrasiyası ilk dövrlərdə Cənubi Qafqaza bir qədər məsafəli görünsə də, hazırda regional reallıqları və xüsusən də Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki əvəzsiz rolunu tam qəbul edib. Kaleb Orrun Bakı səfəri ABŞ-nin Azərbaycan üzərindən yeni logistik və strateji infrastrukturlar qurmaq istəyinin rəsmi təsdiqidir. Trump'ın Bakı Enerji Həftəsinə göndərdiyi məktubdakı sülh mesajı və iyul ayına deyil, məhz iyuna işarə etməsi göstərir ki, Vaşinqton Ermənistandakı 7 iyun seçkilərində Paşinyanın qələbə qazanacağına əmindir. ABA Ermənistandakı seçkilərdən dərhal sonra Rusiya hələ özünə gəlməmiş Bakı və İrəvanı vahid sülh masasına oturdub tarixi sənədi imzalatmağa tələsir. Professorun sözlərinə görə Vaşinqtonun bu sürətli diplomatik hücumu qarşısında rəsmi Moskvanın Cənubi Qafqazda vəziyyəti öz xeyrinə dəyişmək üçün effektiv kontur planları demək olar ki, tükənib. Rusiya bugünə qədər Ermənistandakı revanşist müxalifət və iqtisadi təzyiq rıçaqları ilə sülh prosesini pozmağa çalışırdı. Lakin Ermənistanda Paşinyanın reytinginin 65%-ə yüksəlməsi Kremlin daxili rıçaqlarını iflasa uğratdı. İndi ABA regiona həm də böyük investorların cəlb edilməsi qarantı kimi daxil olur ki, bu da tərəflər, xüsusən iqtisadi blokadada boğulan İrəvan üçün çox cəlb edicidir. Moskva təbii ki, gərginliyi artırmaq, sərhəddə müəyyən təxribatlar törətmək imkanına malikdir.